Təhsil Nazirliyinin həyata keçirdiyi 4 və 6-cı siniflərin monitorinqi əsasən tədqiqat xarakteri daşıyır. Tədqiqat xarakteri daşıdığı üçün monitorinq nəticələrinin şagirdlərin nə summativ qiymətləndirmələrinə, nə də onların illik nəticələrinə heç bir təsiri yoxdur. Həmçinin onların sinifdən sinifə keçməsinə də təsir etmir. Bu ilki monitorinqlərdə həm 4-lər, həmçinin 6-lar üzrə ümumilikdə 300 minə yaxın şagird iştirak etmişdir. Monitorinqin çərçivə sənədində müəyyən dəyişikliklər olmuşdur. Belə ki, 3 il kağız əsaslı keçirilmişdir və bu ildən qərar verilmişdir ki, artıq kompüter əsaslı da keçirilsin. Və bu il 10 minə yaxın şagird kompüter əsaslı monitorinqə cəlb olunmuşdur. Bu isə əsas olaraq mərkəzlər Bakı və Sumqayıt şəhərləri olmuşdur. 4-cü siniflər üzrə riyaziyyat və tədris dili üzrə 30 sual olmaqla ümumilikdə 60 sual təqdim edilmişdir. Bunlardan tədris dilindən 3 mətn təqdim olunmuşdur. Mətnlərdən biri bədii, digəri isə qeyri-bədii mətnlər. Qeyri-bədii mətnlərdən isə biri verbal qrafik mətn olaraq təqdim edilmişdir. Riyaziyyatdan isə təqdim olunan 30 sualdan 25-i qapalı, 5-i isə açıq sual olmuşdur. 6-cı siniflərə 3 fənn üzrə suallar təqdim olunmuşdur. Bunlardan tədris dili üzrə ibtidai təhsil səviyyəsində olduğu kimi, yəni 4-cü siniflərdə olduğu kimi bunlarda da 3 mətn olmuşdur. Biri bədii, ikisi qeyri-bədii. Qeyri-bədii mətnlərdən biri qeyri-verbal mətn olmuşdur və burada şagirdlərə 25 tapşırıq təqdim olunmuşdur mətnlər əsasında. Digər isə təbiət fənni üzrə yenə də 25 qapalı sual təqdim olunmuşdur. Riyaziyyatdan isə 25 sualdan 20-si qapalı, 5-i isə açıq sual təqdim olunmuşdur. Monitorinqdə təqdim olunan suallar ilk olaraq mütəxəssislər tərəfindən hazırlanandan sonra sınaq mərhələsindən keçirilmişdir. Sınaq mərhələsində etibarlılığı və uyğunluğu müəyyən olunan suallar artıq əsas mərhələdə şagirdlərə təqdim olunmuşdur.